Fərid xanım, nədən filorovka qarşını istədiniz? Saçımda çox ağırlıq var idi. Qalın kulatka dolanda bir fərqi görsənmirdi. Filorovka qaçını ona görə istədim ki, yüngülləşdi, həm də çox gözəl kəsim ortaya çıxdı. Siz müştərisiz, mən ustayım. Siz də mənim fikrimlə razılaşırsınız ki, Bəli, bəli. filorovkada saç daha gözəl oturur. Bəli. Kəsimin gözəlliyi ortaya çıxır. Aslında mənim saçımda filorovkasız mümkün deyil. Bəli, sizin saçlarınız həm qalındır, qıvrımlıq var, o da çox şişirdir. Biraz da uclarında yanıqlıq var. Mən özüm filorovkanı çox sevirəm. Filorovkasız da sevirəm. Baxır da saça baxır. Elə saç var ki, filorovkasız qəşəng qalır. Və saç da var ki, filorovkayla qəşəng qalır. Şəxsən mənim saçım filorovka ilə gözəldir. Sizin saçlarınız da bəli, filorovkandan daha gözəl qalan saçlardandır. Təbii ki, sizin saçınıza hər halda filorovkalı, filorovkasız ukladka lazımdır. Çünki sizin saçlarınız buruq saçlardır. Buruq, vız saçdır.